Deməli, Dodge motordur. Porsche-nin səs eləyirdi deyə yaxınlaşıb yanımıza. Motor sıfırdan yığılır. Bir dənə gətir, zapçasları çək. Bax, görürsünüz. Bunlardan mütləq şəkildə Porsche-lər dəyişilməlidir. Bax, Porsche-nin ətəkləri görürsünüz, təzə olmalıdır. Burada boşluq yarananda təzə giliz də vursun, yenə də həmən o səs yenə də baş verəcək. Maşını səhər xodlayacaqsən, səsli işləyəcək, qızandan sonra azalacaq, amma yenə də səsi gələcək. Yəni, onun üçün bu motor söküldü, bu işlər hamısı yenidən dəyişilməlidir. Bu detallardır, Porsche-lərdir, gilizlərdir, mütləq şəkildə dəyişilməlidir. Blokun üzü işlənməlidir. Hansı ki, bax, gətir bax, qalovkasına kimi işlənib, görürsünüz. Yəni, soruşurlar, usta, orijinal detallarla yığılır. Hər dəfə videoda göstərirəm, bax, orijinal, görürsünüz. Bu 2 motor, 2 dənə Dodge motor var, bir dənə də 3 motordur, Grandio'nun. Yığılır, hamısı orijinal Hyundai Kia zapçası ilə. Yaxından çək göstərim. Sabahları deməyin ki, usta, orijinal zapçasından buna görə məndən sual verməyin. Bax, hamısı. Görürsünüz. Get bura. Hamısı Hyundai Kia'nın orijinal polsasıdır, salnikləridir. Bütün salnik sistemi də hamısı dəyişilir. Üst proklatkası, xırda bir salniklə kimi, görürsünüz. Çünki bu motor bir dəfə sökülür. Motor hər gün sökülmək üçündür. Bir dəfə vaxtı çatanda, problemi olanda bir dəfə söküb yığırsan, onunla da zəmanətin verirsən, sürür gedir rahatçılıqla. Sabahsı gün mən buna giliz vurum, köhnə Porsche-lərlə, bir dənə köhnə Porsche-nin halına baxın. O fərqə baxın, bax. Köhnə ilə təzə Porsche-nin fərqinə bax. Görürsünüz? O nə gündədir, bir dənə yaxından çək, düşür. Buna bax. Bu vəziyyətdə mən buna təzə giliz vurub, bu Porsche-ni yığa bilmərəm. Mənə zəng vururlar ki, bunu 1500 manada yığırlar, filan kəs 1500 yığır. Qardaş, 1500 yığmaq mümkündür. Gərək burada nəyisə yiyintiyə verəsən. Ya koysan dəyişməyəsən, ya Porsche-ni dəyişməyəsən, yarımçılıq iş görəsən. Bir dənə yağ koysasına bax. Gör nə gündədir bu. Yağ şişək, bax, görürsünüz. O, görsən, kanal qalmayıb. Bu maşın yağ yiyəcək sabahsı gün. Porsche-ni dəyişməsin, yenə yağ yiyəcək. Həmən problem olacaq. Boş yerə o 1500-1000 manatı xərcləyəcəksən. Və görürsünüz, orijinal Hyundai Kia ilə hamısı dəyişilir. Bütün detallarına kimi hamısı yuyulur, yoxlanır, yığılır. Rəsmi zəmanətin veririk, gedib rahatçılığına sürür. Bunun da qiyməti, yəni bu Dodge motorların işlə vəziyyətdə gəlib, yağ azalma, səsli işləmə səbəbi ilə yaxınlaşanda, bu cür yığılmağı hər şey bizdən, yağı, antifrisi, Porsche-nin, Kolsa, bütün detalları dəyişilir. 2000 manata başa gəlir, 1950-2000 manata. Bəzən indi o əmbiyanı olur, 100-150 manat artıq çıxır, nasosunda da problem ona və valı şilpovkazı da gedəndə. Deməli, bu civarda ideal iş görülür də, sabahsı gün problem yaşamısan. Burada da 3 motor yığılır, görürsünüz, gəç buran. Yəni bizdə V-Braz motorda bütün motorlara baxılır. Sadəcə ən çox Hyundai Kia işlədir.